Əziz şagirdlər, OTK sınağından 27 sualın izahını verdim. 61-ci sualdan 87-ci suala qədər situasiya sualları qaldı. İndi situasiya suallarına nəzər yetirək. Situasiyanı mən oxumuşam. Zəhmət olmasa siz situasiya ilə tanış olun. Mən də cavabları qeyd edəcəm. Mənbənin birinci cümləsində qeyd edilən təhdid və maneənin hansı formalarda təzahür etdiyinə dair bir nümunə yazın. 2020-ci ildə böyük zəfər nəticəsində şəhər, kənd və məntəqələrimiz düşmən işğalından azad edilsə də, Qarabağın Rusiya sülhməramlarının nəzarəti altında olan ərazisində qalan Ermənistan hərbi qüvvələri suverenliyimiz üçün böyük təhdid və bölgədə aparılan nəhəng quruculuq işləri üçün əsas maneə idi. Buradan bura qədər. Belə qeyd edə bilərik ki, Ermənistan hərbi qüvvələri təxribatlar törədir, mina təhlükəsi yaradır və separatçı rejimi silahla dəstəkləyirdi. 89-cu suala nəzər yetirdikdə, mənbədə bəhs edilən hərbi əməliyyatın hansı adla tanındığını və ya nə mahiyyət daşıdığını yazın. Mənbədə bəhs edilən hərbi əməliyyatın adı lokal xarakterli antiterror əməliyyatıdır və yaxud əməliyyatlarıdır. Və nə mahiyyət daşıdığını yazın. Təbii ki, belə qeyd edə bilərik ki, Azərbaycan Respublikası suveren dövlət olaraq ərazisində onun üçün təhlükə mənbəyi olan qanunsuz hərbi birləşmələrin mövcudluğu ilə qətiyyən barışa bilməzdi və buna görə də bəzi zəruri addımlar ataraq 2023-cü il 19-20 sentyabr lokal xarakterli antiterror tədbirləri ilə düşməni layiqincə cəzalandırdı. 90-cı suala nəzər yetirək. Bəhs edilən hərbi əməliyyatın mənbədə göstərilməyən mühüm nəticələrindən ikisini yazın. Çox nəticə göstərmək olar. Məsələn, terroristlərə məxsus 90-dan çox hərbi mövqe və çoxlu infrastruktur, silah-sursat və hərbi texnika sıradan çıxarıldı. Bu zamanda mülki infrastruktura və əhaliyə ziyan dəymədi. Bir qeyd elədik. 2. Qarabağda qalan Ermənistanda və xunta rejiminə məxsus silahlı birləşmələrin böyük hissəsi də məhv edilir. Digərləri isə tərk silah olunur, onlara məxsus silah-sursat müsadirə edilir. Döyüş məntəqələri, dayaq məntəqələri və yaxud belə deyək, istehkam qurğuları dağıdıldı. Bir də Ermənistanla sülh danışıqları yolunda əsas maneələrdən biri aradan qaldırıldı. Belə qeyd edə bilərik ki, Rusiya sülhməramlarının nəzarətindəki Ağdərə, Xankəndi, Xocavənd, Xocalı şəhəri, Əsgəran qəsəbəsi daxil olmaqla bütün yaşayış məntəqələri düşməndən təmizləndi. Bununla da Azərbaycan Respublikası bütün Qarabağı tam nəzarəti altına alaraq bölgədə öz konstitusiya quruluşunu və suverenliyini bərpa etdi. 3 dənə nəticə qeyd etdik, 4 dənə üzr istəyirəm. Belə qeyd edə bilərik ki, 2023-cü ilin sentyabrın 28-də Xankəndidəki hərbi xunta rejimi 1991-ci ilin sentyabrında yaradılan qondarma Dağlıq Qarabağ Respublikasına buraxıldığını elan edildi və beləliklə Ermənistan və dünya ermənilərin Azərbaycan arasında qondarma dövlət yaratmaq cəhdinə son qoyulur. Qarabağ problemi bitdi. 5 dənə nəticə qeyd etdik. 6-cı nəticə necə qeyd edə bilərik? Məsələn, Azərbaycanın məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün real imkan təmin edildi. 7. Azad edilən ərazilərin, yolların silahsızlaşdırılması sahəsində mühüm addımlar atıldı. Ağdam, Xankəndi yolu və digər nəqliyyat kommunikasiya xətlərinin normal fəaliyyəti təmin olundu. 8. Qarabağ kriminal xunta rejiminin rəhbərləri hərbi cinayətlərə görə beynəlxalq axtarışa verilmişdi. Əli günahsız Azərbaycanlı əhalinin qanına batmışdı. Xocalı və digər soyğunlara törətmiş şəxslər həbs edildi. Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilərək ədalət məhkəməsi qarşısında cavab verməsi və layiqli cəzaların alınması prosesi hazırda da davam etdirilir Ali məhkəmədə. Belə, əziz şagirdlər, bu qədər. Gələn dəfəki sınaqlarda görüşənə qədər sağ olun.